Salam, hamını salamlayıram. Demək, Windows onlarda Wi-Fi şifrəsinin öyrənilməsini sizə göstərəcəyəm. Məsələn, elə adamlar olur ki, Wi-Fi şifrəsini bilmir. Məsələn üçün öyrənmək istəyir. Bunun ən sizə qısa yolunu göstərəcəm. Necə Wi-Fi şifrəsini öyrənə bilərsiniz. Bunun üçün Windows onlarda Wi-Fi işarəsinin üzərinə gəlib sağ düyməni vururuq. Open Network eləyirik. Burada Properties'e giririk. Properties'te bizdə public şəbəkəsidir. Sonra Change Adapter'e giririk. Burada Wi-Fi'nin üzərindən vururuq. Burada View Status vurandan sonra Wireless Properties var. Wireless Properties'te Security bölməsi var. Bax burada aşağıda Network Security Key, yəni açar. Mən bunu indi daha göstərmirəm öz şəbəkəm olduğundan. Yəni kodunuz burada olur. Bax buradan rahatçılıqla öyrənə bilərsiniz. Bir də deyim ki, bizdə Huawei modem olduğundan Wi-Fi'miz 2.4 GHz sürətdə işləyir. Yəni internetdə 5G sürəti deyil. Qorunma da ki, yəni təhlükəsizlik Wi-Fi 2 personaldır. Diqqətinizə görə təşəkkür edirəm.